Shunmyo Masuno, Sade Yaşamak Sənəti. Ömür boyu sürəcək dincilik və sevinc üçün Zen Buddist rahibindən gündəlik 100 təlim. Shunmyo Masuno 450 yaşlı Zen Budda məbədinin baş rahibi, bütün dünyadan olan müştərilər üçün Zen bağçaları salan və buna görə mükafat qazanan ustaddır. O, həmçinin Yaponiyanın aparıcı sənət məktəblərinin birində ekoloji dizayn üzrə professordur. Masuno eyni zamanda bir çox ölkədə məruzələrlə çıxış edir. Onun çıxış etdiyi auditoriyalar arasında Harvard Dizayn Məktəbi, Cornell və Brown Universiteti də var. Məşhur Zen Buddist rahibi Shunmyo Masuno əsrlərin müdrikliyinə əsaslanaraq aydın, praktik, asan qəbul edilən dərslərlə dolu, Zen fəlsəfəsinin mahiyyətini açan, müasir həyatda tətbiq üsullarını öyrədən möhtəşəm nəşr ortaya qoyub. Siz bu kitabdan xoşbəxt və dinc yaşamağın ən sadə yollarını öyrənəcəksiniz. Mənfi emosiyaları aradan qaldırmaq üçün dərindən nəfəs almağı, düşüncənizi təmizləmək üçün evinizi sahmana salmağı, zehninizi nizamlamaq üçün qapının ağzında ayaqqabılarınızı cütləməyi, bircə çiçək əkib onun böyüməsini izləməyi, daha az narahat olmağı öyrənəcək, nəzarət edə bilməyəcəyiniz hadisələrə görə narahat olmağı dayandıracaqsınız. Sadə Yaşamaq Sənəti kitabı sizə xoşbəxtliyi qeyri-adi təcrübələrdə axtarmağın yanlışlığını öyrədəcək. Həyatınızda kiçik dəyişikliklər etməklə zen halına çatmağın mümkünlüyünə inandıracaq. Bu kitab sizə həm də özünüzü tanıdacaq. Nə etdiyinizi, necə düşündüyünüzü, başqaları ilə necə münasibət qurduğunuzu və indiki anı necə qiymətləndirdiyinizi kənar gözlə müşahidə edəcəksiniz. Ön söz. Sadəcə vərdişlərinizi və baxışlarınızı dəyişin. Sadə yaşamaq üçün ehtiyacınız olan şey budur. Qədim şəhərdə, məbədə və ya ziyarətgaha baş çəkən zaman sükunət içində bağa baxırsan. Tər tökə-tökə dağa dırmaşandan sonra zirvənin bəxş etdiyi möhkəm mənzərədən həzz alırsan. Göz qamaşdırıcı mavi dənizin qarşısında dayanarkən eləcə üfüqə baxırsan. Gündəlik həyatın təlaşından uzaqlaşdığınız belə qeyri-adi anlarda bu təravət hissini yaşadınızmı? Köksünüzə yüngül bir rahatlıq çökür və bədəninizə isti bir enerji yayılır. Gündəlik həyatın qayğıları və stresləri bir anlıq yoxa çıxır və siz bu anda özünüzü canlı hiss etməyə başlayırsınız. Müasir zamanədə bir çox insan dayağını itirib, onlar həyatlarını necə yaşayacaqları barədə narahatlıq və çaşqınlıq içindədirlər. Buna görə də zehni tarazlıqlarını bərpa etmək üçün qeyri-adi nələrsə axtarırlar. Amma hələ də axtarışdadırlar. Zehninizi sıfırlamağa bircə dəfə çalışsanız qayğılar itəcək. Ancaq adi həyata qayıtdığınız zaman stres yenidən yığılacaq və zehniniz dağınıq hala gələcək. Özünüzü yüklü hiss edəcək, yenə qeyri-adi nələrsə axtarmağa çalışacaqsınız. Heç qapanmayan bu dövrə sizə tanış gəldimi? Həyatın mürəkkəbliyindən nə qədər sızlasanız da, dünyanı dəyişmək heç də asan məsələ deyil. Əgər dünya sizin istədiyiniz kimi qurulmayıbsa, o zaman özünüzü dəyişmək daha yaxşı olmazdımı? Qarşılaşdığınız yeni dünya o zaman sizə daha asan gələcək. Qeyri-adi olanı axtarmaq əvəzinə adi, gündəlik həyatınızı incə bir şəkildə dəyişdirməklə daha qayğısız yaşaya bilsəydiniz necə? Bu kitab məhz bunun üçündür. Sadə yaşamaq, zen həyat tərzi. Həyat tərzinizi dəyişdirmək çətin deyil. Vərdişlərinizdə kiçik dəyişikliklər sizə fərqli perspektivlər açacaq. Kyoto və ya Nara kimi qədim Yaponiya paytaxtlarına getməyə ehtiyac yoxdur. Fuji dağına qalxmağa lüzum yoxdur. Heç okeana yaxın da yaşamaq lazım deyil. Həqiqətən, yalnız kiçik bir səylə fövqəladə həyatın dadını çıxarmaq mümkündür. Bu kitabda zen fəlsəfəsinin köməyi ilə bunu necə edəcəyinizi sizə göstərəcəyəm. Zen insanların dünyada necə yaşaya biləcəyinə dair əsaslı təlimlərə əsaslanır. Başqa sözlə, zen vərdişlər, fikirlər və xoşbəxt həyat sürmək üçün yol göstərəndir. İstəsəniz dərin, lakin sadə həyat hikmətinin xəzinəsi ola bilər zen sizin üçün. Zen təlimi 4 ifadədən ibarət təlimdir və mahiyyətcə bu deməkdir. Mənəvi oyanış sutralar vasitəsilə ötürülmür və onu sözlər və ya hərflərlə ifadə etmək mümkün deyil. Zen birbaşa insan ağlına xitab edir və sizə əsl təbiətinizi dərk etməyə və Budda aydınlığına çatmağa imkan yaradır. Yazılı və ya şifahi nəzəriyyələrə köklənməkdənsə, biz öz əsas mənimizlə qarşılaşmalıyıq.
Çünki o burada və indi mövcuddur. Başqalarının dəyərlərinə aldanmamağa, lazımsız qayğılara qapılmamağa çalışın. Artıq olan hər şeydən arıtlanaraq sonsuz sadə bir həyat sürün. Bu zen tərzidir. Vərdişləriniz dəyişəndən sonra bunun tezliklə baş verəcəyini vəd edirəm. Narahatlığınız yoxa çıxacaq. Bu sadə təcrübəni inkişaf etdirdikdən sonra həyat qat-qat rahat olacaq. Məhz dünya bu qədər mürəkkəb olduğuna görə zen sadə həyat üçün bu ipucularını sizə təklif edir. Hazırda zen təkcə Yaponiyada deyil, xaricdə də getdikcə daha çox diqqət çəkməyə başlayıb. Mən zen məbədinin baş rahibi kimi xidmət edirəm və həm də zen bağçası dizayneri kimi fəaliyyət göstərirəm. Təkcə məbədlərində deyil, həm də otellər, xarici səfirliklər və s. də zen bağları salıram. Zen bağları yalnız Yapon xalqı üçün deyil. Bu bağlar dini və milli kimliyi aşaraq qərblilərin də qəlbini fəth edə bilir. Zen ideyasına qərəzlə yanaşmaq əvəzinə sadəcə bu bağlardan birinə tamaşa edin. O, ağlınızı və ruhunuzu təzələyəcək. Beyninizdəki küy, sükut və huzurla əvəzlənəcək. Düşünürəm ki, zen bağında keçirilən bu vaxt fəlsəfəni izah edən istənilən sayda mətni oxumaqdan daha faydalıdır. Bu bağlar sizə zen anlayışı haqqında daha çox məlumat verə bilər. Bax, elə bu səbəbdən praktiki məsləhətlər kitabını qələmə almağa qərar verdim. Zeni yalnız intellektlə başa düşmək əvəzinə bu kitabda yer alan təcrübələri həyatınızda sınaqdan keçirəcəyinizə ümid bəsləyirəm. Bu kitabı yanınızda saxlayın və hər hansı bir narahatlıq və ya gərginlik baş verəndə ona üst tutun. Axtardığınız cavablar kitabın səhifələrindədir. Gatsho, Shunmyo Masuno. 1-ci hissə. Həqiqi məninizi canlandırmağın 30 yolu. Çalışın vərdişlərinizdə incə dəyişikliklər edin. 1. Özünüzə asudə vaxt ayırın. Əvvəlcə özünüzü müşahidə edin. Özünüzlə baş-başa qalın, amma tələsmədən, səbirlə. Gündəlik həyatımızda heç nə düşünməməyə vaxtımız olurmu? Təxmin edirəm ki, insanların çoxu buna ayırmağa vaxtım yoxdur deyəcək. Bizə zaman təzyiq edir, iş və həyatımızda olan hər şey təzyiq göstərir. Müasir həyat həmişəkindən daha doludur. Bütün günü ümumiyyətlə hər gün lazım olanları etmək üçün əlimizdən gələni əsirgəmirik. Özümüzü bu cür rutinə qərq edərək şuursuzca, amma labüd şəkildə həqiqi mənliyimizi və əsl xoşbəxtliyimizi itiririk. Hər gün sadəcə 10 dəqiqə, sizə lazım olan budur. Boşluğa heç nə haqqında düşünməməyə vaxt ayırın. Sadəcə zehninizi təmizləməyə çalışın və ətrafınızdakı şeylərə qapılmayın. Beyninizdə müxtəlif fikirlər dolaşacaq. Ancaq onları bir-bir yola salmağa səy göstərin. Bunu etdiyiniz zaman indiki anı, sizi yaşadan təbiətinizdəki incə dəyişiklikləri görməyə başlayacaqsınız. Diqqətinizi başqa şeylərlə yayındırmadıqda, təmiz və həqiqi mənliyiniz ortaya çıxmağa başlayacaq. Heç nə haqqında düşünməməyə vaxt ayırın. Bu, sadəcə yaşamağın ilk addımıdır. 2. 15 dəqiqə tez oyanın. Ürək yüklənməsinə qarşı resept. Daimi məşğulluq qəlbinizi yox edir. Vaxtımız az olanda ürəyimiz də sıxılmağa başlayır. Biz avtomatik olaraq mən məşğulam, vaxtım yoxdur deyirik. Bu zaman beynimiz daha da həyəcanlanır. Amma həqiqətənmi bu qədər məşğuluq? Özümüzü tələsməyə məcbur edən məgər biz deyilikmi? Yapon dilində məşğul hieroglifi itirmək və ürək elementlərindən ibarətdir. Bu, kifayət qədər məşğul olduğumuz anlamına gəlmir. O, vaxt azlığını ifadə edir. Əslində isə vaxtımız var. Sadəcə qəlbimizdə boş yer olmadığı üçün məşğuluq. Xüsusilə işlər gərgin olduqda həmişəkindən 15 dəqiqə tez oyanmağa çalışın. Onurğanızı düz tutun və göbəyinizin altından tanden adlandırdığımız yerdən yavaş-yavaş nəfəs almağa başlayın. Nəfəsiniz qaydasına düşdükdən sonra zehniniz də təbii olaraq sükunətə qovuşacaq. Sonra bir fincan çay və ya qəhvə içərək pəncərədən səmaya baxın. Kiçik quşların cəhcəhini dinləməyə çalışın. Necə də qəribədir. Beyninizdə boşluq yaradırsınız. 15 dəqiqə əvvəl oyanmaq sehirli şəkildə sizi məşğulluqdan azad etdi. 3. Səhər havasını ciyərlərinizə çəkin. Rahiblər uzun ömürlülüyə necə nail olurlar? Hər gün yeni gündür. Zenlə məşğul olan buddist rahiblərin uzun ömür sürdüyü deyilir. Əlbəttə ki, pəhriz və tənəffüs üsulları uzun ömrə kömək edən amillərdir.
Lakin mən hesab edirəm ki, nizamlı və yerli yerində həyat tərzi həm mənəvi, həm də fiziki cəhətdən müsbət təsir göstərir. Hər səhər saat 5:00-da qalxıram və ilk işim ciyərlərimi səhər havası ilə doldurmaq olur. Mən məbədin əsas zalının, qəbul zalının və rahiblərin otaqlarının pərdələrini açarkən bədənin fəsillərin dəyişməsini hiss edir. Səhər 6:30-da müqəddəs ayələri oxuyaraq buddist liturgiyasını yerinə yetirirəm. Sonra səhər yeməyi yeyirəm. Daha sonra həmin günün işləri ilə məşğul olmağa başlayıram. Eyni proses hər gün təkrarlansa da bilin ki, günlər bir-birinə bənzəmir. Səhər havasının dadı, səhər günəşinin düşdüyü an, küləyin yanağınıza toxunuşu, səmanın və ağac yarpaqlarının rəngi, hər şey daim dəyişir. Səhər bu dəyişiklikləri hər tərəfli hiss edə biləcəyiniz vaxtdır. Buna görə də rahiblər təbiətdəki bu dəyişiklikləri fiziki olaraq yaşamaq üçün səhər tezdən zazen meditasiyası həyata keçirirlər. Günün ilk zazen məşqi olan Kyoten, zazenlə ecazkar səhər havasını ciyərlərimizə dolduraraq, ağlımızı və bədənimizi qidalandırırıq. 4. Ayaqqabılarınızı çıxardıqda onları cütləyin. Bu, həyatınızı daha gözəl edəcək. Beyninizdəki qarışıqlıq ayaqqabılarınızda özünü göstərir. Hələ lap qədimlərdən evin kandarına baxaraq onun haqqında mühakimə yürüdürdülər. Bunu xüsusilə içəri girərkən ayaqqabılarını çıxaran Yaponların evlərinə aid etmək olar. Ayaqqabılar səliqəli şəkildə cütləşdirilə və ya hərəsi bir tərəfə atıla bilər. Orada yaşayanların əhvalını bu bircə detaldan öyrənə bilərsiniz. Zen buddistlər deyirlər, ayağınızın altına diqqətlə baxın. Bu cümləni hərfi mənada anlaya bilərsiniz, lakin onun başqa anlamı da var. Ayağının altına baxmayan özü haqda və həyatın onu hara apardığı barədə heç nə bilmir. Bu, mübaliğə kimi səslənə bilər, amma belə kiçik bir nüans həqiqətən də sizin həyat tərzinizə çox böyük təsir göstərə bilər. Evə gələndə ayaqqabılarınızı çıxarın və ön qapının yanında səliqə ilə cütləyin. Bu, sadə prosesi olsa da çox önəmlidir. Cəmi 3 saniyə vaxtınızı alacaq. Siz bu vərdişi inkişaf etdirməklə həyatınızla bağlı hər şey izah olunmaz dərəcədə daha aydın və nizamlı hala gətirəcəksiniz. Həyatınız gözəlləşəcək. Bu, insan təbiətidir. Əvvəlcə diqqətinizi ayaqlarınıza yönətməyə çalışın. Ayaqqabılarınızı cütləməklə hədəfinizə doğru növbəti bir addım atmış olursunuz. 5. Ehtiyacınız olmayan şeylərdən qurtulun. Bu, sizin beyninizi təzələyəcək. Yeniləri əldə etməzdən əvvəl köhnələrdən qurtulun. İşlər qaydasında getməyəndə biz nəyinsə çatışmadığını düşünürük. Ancaq əgər biz düşdüyümüz vəziyyəti dəyişdirmək istəyiriksə, yeni bir şey əldə etməyə başlamazdan əvvəl həyatımızdan nəyisə çıxarmalıyıq. Bu, sadə yaşamağın əsas prinsipidir. Bağlı olduğunuz şeylərdən qurtulun. Fərziyyələrinizi bir kənara qoyun, əşyalarınızı azaldın. Sadə yaşamaq həm də fiziki və zehni yüklərinizi atmaq deməkdir. Yaxşıca ağladıqdan sonra bir xeyli yüngülləşməyimiz heyrətamizdir. Göz yaşları ürəyinizdə daşıdığınız ağrıları yuyub aparır. Artıq yeni cəhdlər üçün özünüzü enerjili hiss edirsiniz. Mən həmişə hesab etmişəm ki, buddistlərin aydınlanmış ağıl konsepsiyası Yapon hieroqlifləri ilə o təmiz ağıl kimi yazılır. Ruhun məhz bu cür təmizlənməsini nəzərdə tutur. Zehni və fiziki yüklərdən qurtulmaq, bizi ağırlaşdıran yükdən azad olmaq asan deyil. Bəzən bizim üçün əziz olan biri ilə ayrıldığımızda baş verdiyi kimi, əsl ağrı ilə müşayiət oluna bilər. Lakin əgər vəziyyəti yüngülləşdirmək, könül rahatlığı ilə yaşamaq istəyirsinizsə, qurtulmaqla başlamalısınız. Artıq olan hər şeydən qurtulan kimi həyatınız yeniliklə dolub daşacaq. 6. İş masanızı səliqəli saxlayın. Səliqə-səhman yaratmaq həmçinin ağlı təmizləyir. İş masanız zehninizə dəlalət edir və onun güzgüsüdür. Ofisdə ətrafınızdakı masalara nəzər salın. İş masası həmişə səliqəli olan insanlar çox güman ki, işlərində uğurludurlar. Bunun əksinə olaraq masaları həmişə dağınıq olanlar narahat, fikirlərini cəmləməkdə çətinlik çəkən insanlardır. İşlər sıradan çıxdıqda onları düzəldin. Əşyalar bir-birinə qarışanda səliqə-səhman yaradın.
Gündəlik işinizi bitirməzdən əvvəl masanızı təmizləyin. Bu cür vərdişləri olan insanlar daha aydın düşünürlər. Diqqətlərini yayındırmadan fikirlərini 100% işlərində cəmləməyi bacarırlar. Zen məbədlərində rahiblər hər səhər və hər axşam təmizlik işləri aparırlar. Biz sadəcə məbəd şəkli olduğu üçün səy göstərmirik. Məqsəd təkcə məbədi parıldatmaq deyil, həm də təmizlik aktı vasitəsilə zehnimizi cilalamaqdır. Süpürgəni hər dəfə çəkdikdə beyninizdəki tozu təmizləyirsiniz. Əskinin hər sürüşməsi ilə ürəyiniz daha bərk işıq saçır. Bu, ofisinizdəki masanıza, eləcə də evinizdəki otaqlara da aiddir. Narahatlığınızın və ya dərdlərinizin sizi özünüzə tabe etməsinə imkan verməyin. Zehninizi gümrah saxlamağın yolu ətrafınızdakı hər şeyi sahmana salmaqdan keçir. 7. Özünüzə dadlı qəhvə hazırlayın. Xoşbəxtlik heç yerə tələsməməkdir. Zəhməti aradan qaldırdığımız zaman həyatın həzlərini də yoxa çıxarırıq. Ürəyiniz bir fincan qəhvə istəyəndə nə edirsiniz? Evdəsinizsə qəhvə dəmləyən maşını yandırırsınız. Bayırdasınızsa bir fincan ucuz qəhvə almalısınız. Bunların hər ikisi tamamilə təbiidir. Lakin fərqli bir senaride təsəvvür edə bilərsiniz. Əvvəlcə meşəyə gedib odun yığırsınız. Odun yandırıb su qaynadırsınız. Qəhvə dənələrini üyüdərkən başınızı qaldırıb səmaya baxır və nə gözəl gündür deyirsiniz. Bu şəkildə dəmlənmiş qəhvə çox güman ki, maşındakı qəhvədən daha dadlı olacaq. Bunun səbəbi bəlkə də prosesin hər bir addımının öz tərəfinizdən həyata keçirilməsidir. Odun yığırsınız, ocaq qalayırsınız, qəhvə dənələrini üyüdürsünüz. Bu prosesdə artıq heç nə yoxdur. Mən məhz buna yaşamaq deyirəm. Həyat vaxt və səy tələb edir. Odur ki, vaxtı və səyi aradan qaldırdığımız zaman həyatın həzlərindən imtina etmiş oluruq. Deməli, həzzin rahatlıqla olmadığını anlamalıyıq. Hər bir iş üçün zaman və səy xərcləməliyik ki, əvəzində həzz ala bilək. 8. Qələmi kağızın üzərində ehtiyatla gəzdirin. Dəst xəttinizdə sizin həqiqi məninizi görmək olar. Daxili aləminizə yönəlin. Zen rahibləri həmişə xəttatlıq və rəssamlığa maraq göstəriblər. Xüsusən də zen təcrübəsinin bir hissəsi kimi xəttatlıq və rəsm bizim üçün nəyi ifadə edir? Biz özümüzdən sonra qiymətli incəsənət əsəri qoymağa və ya bacarıqlarımızla fəxr etməyə çalışmırıq. Biz bu yolla özümüzü ifadə etməyə səy göstəririk. Məsələn, məşhur zen rahibi Ikkyunun xəttatlığında təsvir olunmaz bir intensivlik var. Əsərlərinin ruhu tamaşaçıları heyran buraxır. Eynilə Sesshunun mənzərə rəsmlərində də bulanıq mürəkkəb dalğaları onun ruhunu üzə etiva edir. Belə demək olarsa, bu rahiblərin xəttatlığı və rəsmləri daxili mənliklərinin əsas mahiyyətini üzə çıxarır. Xəttatlıq və rəssamlıq təcrübəsi daxili mənliyinizlə əlaqə qurmağın bir yoludur. Siz diqqətinizi yayındıran şeyləri kənarlaşdırırsınız və sadəcə fırçanın kağız üzərində hərəkət etməsinə icazə verirsiniz. Sadəcə diqqətlə yazmağa və ya rəsm çəkməyə çalışın. Amma bunu başqalarına göstərmək niyyəti ilə deyil, daxili mənliyinizlə şuurlu şəkildə üzləşmək üçün edin. Əsl mənliyiniz bir sətirdə və ya hərfdə görünəcək. 9. Hündürdən danışmağa çalışın. Bu, özünü motivasiya etmək üsuludur. Qarın nahiyənizdən danışın və beyninizi oyadın. Sutra oxuyan bir zen rahibini müşahidə etmisinizmi? O, sutranı hündürdən oxuyur və səsi məbədin zalında rezonans doğurur. Müqəddəs ayini yerinə yetirən bir neçə rahibdirsə, səslərinin gücü sanki yer üzündə əks-səda verir. Niyə sutraları belə şövqlə oxuyurlar? Təbii ki, bunun bir səbəbi var. Siz yüksək səslə danışdığınız zaman təbii ki, öz səsinizi aydın eşidə bilirsiniz. Eyni zamanda beyninizi stimullaşdırır və aktivləşdirirsiniz. Biz rahiblər beynimizi oyandırmaq üçün erkən qalxıb sutra oxuyuruq. Yüksək səslə sutra oxumaq üçün düzgün duruş seçməli və qarın boşluğundan nəfəs almalıyıq. Opera müğənniləri də eyni texnikadan istifadə edirlər. Bu, vücudunuz üçün çox yaxşıdır. Beləliklə, rahiblərin sutraları bu qədər yüksək səslə oxuması məntiqlidir. Gündə bir dəfə səhər salamlarınıza ürəklə yanaşı yüksək səslə qatın. Bunun nə qədər xoş duyğular doğurduğuna özünüz təəccüblənəcəksiniz. 10. Yeməklərinizə laqeyd yanaşmayın. Yemək zamanı diqqətinizi sadəcə yeməyə yönəldin. Ürəkdən yeyin və için.
Yemək yeyərkən diqqətinizi yeməyə mi yönəldirsiniz? Səhər yeməyini bir ayağımız qapıda yeyirik. Nahar ofis yoldaşları ilə iş haqqında söhbətdən keçir. Şam yeməyində isə gözümüzü televizora zilləyirik, doğrumu? Yemək prosesinin özünə çox vaxt laqeyd yanaşırsınız, elə deyilmi? Zen buddistlər belə deyirlər: ürəkdən yeyin və için. Bu o deməkdir ki, bir stəkan çay içərkən diqqətinizi yalnız çay içməyə yönəldin. Yemək yeyərkən diqqətinizi yalnız həmin yeməyi yeməyə yönəldin. Yeməkdən həzz aldığınız zaman onu bişirən insanlar haqqında düşünün. Tərəvəzlərin yetişdirildiyi bostanı təsəvvür edin. Təbiətin nemətlərinə görə minnətdarlıq hissi duyun. Bütün yeməklərimiz bizə çatmamış 100 adamın əlindən keçir. Yemək yeyərkən bu haqda düşünməklə bəlkə də bəxtinizin nə qədər gətirdiyinin fərqinə varacaqsınız. Niyə biz ləzzətli şeylərdən həzz alırıq? Çünki bizim həyatımız başqasının həyatının ərsə gətirdiyindən zövq alır. 11. Yemək yeyərkən hər tikəni dişlədikdən sonra fasilə verin. Minnətdarlıq hissini dişinizə çəkin. Zen praktikası sadəcə oturaq meditasiya deyil. Zen rahiblərinin yeməkləri buddist vegetarian mətbəxi olan Siyodzinə əsaslanır. Shoshoku adlanan səhər yeməyi düyü sıyığı və turşudan ibarətdir. Tenshin adlanan nahara düyü, şorba və turşu daxildir. Ən nəhayət yakuseki adlı şam yeməyi adətən günün ən doyumlusu olsa da, həmçinin tərəvəz, düyü və şorbadan ibarət sadə yeməkdir. Rahiblərə əlavə olaraq yalnız düyü təklif edilir, ət isə heç vaxt yeyilmir. Zen yeməklərinin düzgün qəbulu 5 düşüncə anlayışını ehtiva edir. Sadə dillə desək, 1. Bizə yeməyi gətirənlərin zəhmətini nəzərə alırıq və buna görə onlara minnətdarıq. 2. Biz öz hərəkətimizi düşünürük və sakitcə yeməyimizi yeyirik. 3. Biz acgözlüklə, qəzəblə və ya diqqəti dağınıq halda yemirik. Əksinə, yeməkdən zövq alırıq. 4. Biz yeməyi bədənimizi və ruhumuzu sağlam saxlayan dərman hesab edirik. 5. Biz qidanı aydınlanmağa aparan harmonik yolumuzun bir hissəsi kimi minnətdarlıqla qəbul edirik. Biz hər səhər, nahar və şam yeməyi zamanı bu 5 şey haqqında düşünürük. Yeməyə minnətdarlığımızı bildiririk və hər tikəni dişlədikdən sonra çubuqlarımızı yerə qoyub fasilə veririk. Bu fasilənin məqsədi dişlədiyimiz hər tikə ilə bərabər minnətdarlıq hissini də dadmaqdır. Yemək sadəcə qarın doyurmaq üçün deyil. Bu, bizim zen təcrübəmizdə mühüm bir zaman kəsiyidir. 12. Tərəvəz tərkibli pəhrizin faydalarını kəşf edin. Vegetarian orucu zehniniz və bədəniniz üçün sürətli təmizlənmə deməkdir. Məbədin baş rahibinin gözəl qaməti var. Fəzilətli rahiblər əla görünürlər. Mən onların gözəgəlimli olduqlarını və ya qəşəng geyindiklərini nəzərdə tutmuram. Mən sanki onların dərilərinin və bədənlərinin saçdığı tərabətli gözəllikdən, dik qamətlərindən danışıram. Onların qamətləri istər oturmuş, istərsə də ayaq üstə olsun, gözəldir. Onlar hər gün sübh tezdən qalxıb zen praktikası etdikləri üçün qəşəng görünürlər. Ağılla bədən arasında birbaşa əlaqə var. Fikrinizi cilaladığınız zaman yenilənmiş enerjiniz təbii olaraq özünü bədəninizdə də əks etdirir. Qida adətən yalnız bədənə xidmət etmir, o həm də zehnə əhəmiyyətli təsir göstərir. Tərəvəz qidası qəbul etdiyiniz zaman zehniniz sakitləşir, kiçik qıcıqlanmalardan narahat olmur. O həm də dərinizin parlaqlığında özünü göstərir. Əksinə, təkcə ət yediyin zaman daxilində döyüşkən ruh baş qaldırır. Dərinizdə ləkələr əmələ gəlməyə başlayır. Ət və balıqdan tamamilə imtinanın asan başa gəlmədiyini anlayıram. Odur ki, tövsiyə edirəm, həftədə bir gün yalnız tərəvəz yeməyə çalışın. 13. Sevdiyiniz sözləri tapın. Zehninizlə baş-başa olma zamanıdır. Hər şey heç nədən gəlir. Özünüzü bağlılıqdan azad etməyə çağıran zen ifadəsidir bu. Qədim zamanlarda bütün Yapon evlərində tokonoma adlanan bir oyuq var idi. Tokonomaya perqament yerləşdirilir və insanlar evdə olduqları zaman ona tamaşa edib düşünürdülər. Bu, sevimli tablo və ya kalligrafiya ola bilərdi. Tokonoma ev sahiblərinin ruhunu və həyat tərzini əks etdirirdi. Evinizi xəttatlıq nümunələri ilə bəzəməyi sınaqdan keçirin. Bu, ruhlandırıcı sözlər, heyran olduğunuz birinin sitatı və ya sizi düşünməyə sövq edən bir şey ola bilər.
Bunun üçün bir oyuğa ehtiyacınız yoxdur. Qonaq otağının divarı da işə yarayar. Xəttatlıqla xüsusi bacarıqlı olub olmamağınız da əhəmiyyətli deyil. Sadəcə xəttatlıq nümunəsinə baxmaqla sakit düşünmək üçün vaxt və məkan tapmış olacaqsınız. Əgər hansı sözləri seçəcəyinizə qərar verə bilmirsinizsə, mən bunları təklif edə bilərəm. Heçlikdə sonsuz potensial var. Bu o deməkdir ki, insanlar heç bir şeyə sahib olmadan doğulur. Bununla belə hamımızın daxilində sonsuz potensial var. Bu səbəbdən qorxacaq bir şey yoxdur. Narahat olacaq bir şey yoxdur. Bu həqiqətdir. 14. Əşyalarınızın sayını azaldın. Yalnız ehtiyacınız olan şeyləri əldə edin. Əşyaların mahiyyətindən faydalanın. Kyotodakı məbədlər arasında Ryoanji'dəki qaya bağı və Daisenji'dəki ərazilər zen bağlarına nümunəvi örnəklərdir. Hər ikisi quru landşaft bağları adlanır. Çünki onların ecazkar ərazilərində gölməçələr, kiçik çaylar ya da hər hansı digər su elementi yoxdur. Məsələ burasındadır ki, su olmadıqda belə dağ çayının şırıltısını hiss edə bilərsiniz. Təsəvvürünüzdə su elementi olan bir səhnə canlandırın və fikrinizin orada ləngiməsinə imkan yaradın. Bu bağlar həqiqətən də azadlığa buraxılmış zehnimizi təmsil edir. Suyun axması fikrini çatdırmaq üçün həmişə suyun olması vacib deyil. Artıq olan hər şeydən qurtulun və əlinizin altında olanlardan bir bağ yaradın. Əlinizin altında yalnız bir şey olsa belə onu təxəyyül və ixtiraçılıq gücünüzlə bağa çevirməyin müxtəlif yolları var. Gündəlik alış-veriş zamanı yeni bir şey əldə etməzdən əvvəl ona həqiqətən ehtiyacınızın olub-olmadığı barədə biraz fikirləşin və hazırda sahib olduqlarınıza bir daha nəzər salın. Çox şey əldə etmək azadlıq deyil. Azadlıq lazım olan şeylərdən səmərəli şəkildə faydalanmaq düşüncəsini əldə etməkdir. 15. Otağınızı sadə bəzəyin. Bunu etmək zehninizi də sadələşdirəcək. Sadəlik və qənaətçilik eyni şey deyil. Ağılla bədən arasındakı əlaqə toyuqla yumurta arasındakı kimidir. Sadələşdirilmiş zehni inkişaf etdirsəniz, vücudunuz da təbii olaraq sadələşəcək. Qidalanmanıza diqqət yetirsəniz və bədəninizi gücləndirsəniz, zehniniz də sağlam və güclü olacaq. Eyni şey ağlınızla fiziki məkanınız arasındakı əlaqəyə də aiddir. Daxili məninizi sadələşdirmək istəyirsinizsə, otaqlarınızı sadə bəzəyin. Sadə həyat tərzi çox gözəldir. Onda zen ruhu var. Sadəlik faydasız olandan qurtulmaqdır. Sahib olduğunuz şeyin həqiqətən zərəri olub-olmadığını müəyyənləşdirin. Və əgər zəruridirsə, ona yaxşı qulluq edin. Bu qənaətçilik deyil. Qənaətçilik aşağı dəyərli şeylərlə dolanmaqdır. Dəyər dedikdə mən təkcə onun qiymətini deyil, həm də bu cür əşyalara duyulan hissin dərinliyini nəzərdə tuturam. Sadə yaşamaq o deməkdir ki, məsələn, hər gün qəhvə üçün istifadə etdiyiniz fincan həqiqətən də çox bəyəndiyiniz, yaxşı baxdığınız və uzun müddət istifadə etdiyiniz bir fincandır. Yalnız həqiqətən lazım olacaq şeyləri əldə edin. Sadə həyat tərzi zehni cilalayan təməl təcrübədir. 16. Ayaqyalın gəzməyə çalışın. Bu, xəstəliklərin qarşısını alır. Rahiblər məhz bu səbəbdən ayaqyalın gəzirlər. Biz rahiblər ilin 365 günü ayaqyalın gəzirik. Geyindiyimiz paltarlar isə çox sadə materialdan hazırlanır. Hətta qışın ortasında belə eyni cür geyinirik. Təcrübəsiz rahib üçün bu olduqca çətin ola bilər. Lakin uyğunlaşdıqdan sonra onda canlanma baş verir. Belə həyat tərzi təbii olaraq bədəni gücləndirdiyindən rahiblər nadir hallarda soyuq dəyməyə məruz qalırlar. Mənim yaşımda bir adama qışda corab geyinmək tövsiyə edilsə də, isti ayaqlar, yalın ayaqların zövqünü yaşatmır. Ona görə də çölə çıxanda mütləq qayışlı səndəl geyinirəm. Bunlar da sağlamlıq üçün çox faydalıdır. Ayağın baş barmağı ilə ikinci barmağı arasında daxili orqanlarınız və beyninizlə əlaqəli müxtəlif təzyiq nöqtələrinin cəmləşdiyi hesab olunur. Qayışlı səndəllər geyindiyiniz zaman bağlar bu nöqtələri stimullaşdırır və gəzərkən masaj funksiyasını yerinə yetirir. Evdə ayaqyalın gəzin, çölə çıxanda isə qayışlı səndəl geyinin. İstirahət günlərində bunu sınamağa çalışın. 17. Dərindən nəfəs verin. Negativ emosiyalardan necə qurtuluruq? Nəfəsiniz sakitləşən kimi zehniniz də sakitləşəcək. Yapon dilində nəfəs vermə hieroglifi nəfəs alma hieroglifindən sonra gəlir.
Yəni nəfəs vermə nəfəs almadan əvvəl baş verir. Diqqətinizi göbəyinizin altındakı nöqtədə, tandeninizdə cəmləyin. Yavaş-yavaş uzun bir nəfəs verin. Nəfəsinizi tam verdikdən sonra təbii olaraq nəfəs alırsınız. Nəfəsinizi rahatlaşdırın və onun axınına qoşulun. Proses təkrarlandıqca özünüzü daha sakit hiss etməyə başlayacaqsınız. Vücudunuz özünü dünyaya daha möhkəm bağlanmış hiss edəcək. Başqa sözlə desək, narahatlığınızdan azad olacaqsınız. Nəfəsiniz sinənizdən gələndə zehniniz də qarışır. Bu, səbirsizliyə səbəb olur və nəfəsiniz daha da sürətlənir. Beləcə, səbirsizlik və qıcıqlanma burulğanına sürüklənirsiniz. Qəzəb və ya narahatlıq kimi mənfi emosiyalar hiss etdiyiniz zaman kəsiyi qarnınızla nəfəs almaq üçün ideal məqamdır. Qarınla nəfəs aldığınız zaman rahatlaşacaqsınız və zehniniz dincələcək. 18. Ayaqları çarpaz qoyub oturun. Bu, zazen oturuş adlanır. Bu cür oturmaq niyə faydalıdır? Hərəkət zamanı insanlar dərindən düşünə bilmirlər. Zen təlimində zazen oturuşu böyük əhəmiyyətə malikdir. Zazen olmadan zen haqqında danışa bilməzsiniz. Zazenlə başlayırıq, zazenlə bitiririk. Zen praktikası budur. Sanskrit sözü Dhayandan əmələ gəlmiş zen sözü sakit düşüncə mənasını verir. Düşünə bilmək üçün sakit oturmaq lazımdır. Biz insanlar hərəkət edərkən düşünə bilmirik. Zehnimiz tək olduğu üçün o da hərəkətə fokuslandıqda, dərin düşüncələrə dalmaqda çətinlik çəkirik. Gəzərkən düşünməyə çalışsanız belə, bu həmişə işlə bağlı və ya nahara nə bişirmək kimi praktiki düşüncələr olacaq. Dünyadakı mütləq həqiqət və ya həyatın mənası haqqında dərin düşüncələr hərəkətdən müvəffəq oluna biləcək bir şey deyil. Zazen üçün əvvəlcə düzgün otururuq, sonra diqqətimizi nəfəsimizə yönəldirik və nəhayət zehnimizi sakitləşdiririk. Bu üç mərhələni gerçəkləşdirdikdən sonra zazen məşqinə keçid edirik. Zazen oturmağa cəhd edirik. Zehnimizi boşaldırıq və düşüncələrimizin əvvəlcə gəlməsinə, sonra isə uzaqlaşmasına imkan veririk. 19. Ayaq üstündə təcrübə etməyə çalışın. Yolda keçən vaxtdan faydalanmağın zen üsulu. Özünü motivasiya etməyin ən asan yolu. Evdən kənarda işləyən insanlar üçün ofisə gedib gəlmək stresli ola bilər. Amma mən düşünürəm ki, müəyyən vaxtın yolda keçməsi faydalıdır. Təsəvvür edin ki, ofisiniz və eviniz eyni binada yerləşir. Bunun rahat olacağını düşünə bilərsiniz, çünki yola vaxt itirməyəcəksiniz. Amma hər kəs məkan dəyişikliyi etməlidir. Eyni binada yaşamaq və işləmək bunu çətinləşdirə bilər. Səhər işə getməyə hazırlaşarkən siz hələ ki valideynsiniz. Sonra metroya gedirsiniz, qatarda basa-basa düşürsünüz. Artıq ofisə çatanda isə menecer obrazınız üzə çıxır. İndi yeni bir günün çətin işlərini yoluna qoymağa hazırsınız. Yolda keçirdiyiniz zaman kəsiyi ev həyatınızla iş həyatınız arasında bir növ körpü rolunu oynayır və siz burada lazım olan rejimə köklənə bilirsiniz. Motivasiyanızı artırmaq istəyirsinizsə, sizə ayaq üstündə dayanmaq təcrübəsini sınamağı tövsiyə edirəm. Bunu hətta metro vaqonunda qayışdan tutaraq da edə bilərsiniz. Qatarda dayanarkən diqqətinizi göbəyinizin altındakı nöqtəyə, tandeninizə yönəldin və zazen məşq edin. Bu çox sadədir. İstər işə gedərkən və ya işdən gələrkən. İstərsə də gün ərzində bu kiçik zen məşqinin mənəvi təcrübəsi böyük ola bilər. 20. Nəzarət edə bilmədiyiniz şeylərə görə narahat olmayın. Mənəvi cəhətdən yüngülləşmək nə deməkdir? Bu, özünü geridə qoyduğun andır. Zazen oturarkən heç bir şey haqqında düşünməmək lazımdır. Bizə belə təlim keçirlər. Hərçənd bu, olduqca çətin bir prosesdir. Prinsipcə, zazen oturanda gözlərinizi yummursunuz. Ətrafınızda baş verənləri görə bildiyiniz üçün nə qədər çalışsanız da, düşüncələrinizin üzərindən xətt çəkə bilmirsiniz. Beyninizdən, baş rahib bu tərəfə gəlir, mən dik oturmalıyam və ya, ayaqlarım uyuşdu kimi müxtəlif fikirlər keçir. Fikir axını tamamilə təbiidir. Hər halda özünüzə düşünmə deməyin özü də düşünməkdir. Ancaq zazen təcrübəniz artdıqca beyninizin boş anları çox qısa olsa belə yaşanacaq. Heç nə haqqında düşünmədiyinizin fərqinə varacaqsınız. Hətta mən hissini də unudacaqsınız. Mən məhz bu anlardan bəhs edirəm. Beyniniz şəffaflaşacaq, adətən düşüncələrinizi qarışdıran şeylər yox olacaq. Sanki birdən-birə kristal bir dünyaya daxil olacaqsınız. Ruhən yüngülləşmək deyəndə bunu nəzərdə tuturam. 21.
Rejimləri dəyişdirməkdə məharətli olun. Beyninizdə qapılar yaradın. Lazımsız vacibat kimi xırdalıqlar var. Zen məbədinə və ya Şintoist məbədinə yaxınlaşdıqda həmişə bir neçə qapı görəcəksiniz. Bizim Tori adlandırdığımız böyük qırmızı tağlar. Zen məbədinin əsas salonuna çatmazdan əvvəl siz aydınlanmağa doğru təmsil edən 3 qapıdan, əsas qapıdan, mərkəzi qapıdan və üçlü qapıdan keçirsiniz. Şintoist ziyarətgahlarında da 3 Tori var. Bəs bu cür artıq şeylər nəyə lazımdır? Bəli, onlar bizim lazımsız vacibat dediyimiz şeylərdir. Biz qapıları və Toriləri mənəvi maneələr adlandırırıq. Başqa sözlə, onlar 2 ayrı dünyanı birləşdirir. Hər birindən keçdikcə təmiz bir dünyaya yaxınlaşırsınız. Buddizmdə müqəddəs torpaq hesab etdiyimiz dünyaya. Bu səbəbdən Buddist məbədlərində 3 qapı var. Dünyalar arasında sərhəd yaratmaqla onlar sizə hər biri arasındakı məsafədən xəbərdar olmağa kömək edir. Və hər birindən keçərkən müqəddəs torpağa yaxınlaşmaq hissini yaşayırsınız. Beləcə, işə gedib gəlməyinizi də oxşar, lazımsız vaciba kimi düşünə bilərsiniz. Bu, şəxsi məninizlə işçi məniniz arasında keçid etmək üçün sizə vaxt qazandırır. Bu, lazımsız görünə bilər, amma vacibdir. 22. Yavaş-yavaş nəfəs alın. Nahar fasiləsi zamanı 5 dəqiqəlik stulda zazen oturuşu. Fikrinizi nizamlamaq üçün əvvəlcə qamətinizi və nəfəsinizi tənzimləyin. Masanızda oturduğunuz zaman qamətiniz istər-istəməz əyilir və siz belinizi bükürsünüz. Bu, mahiyyət etibarilə qeyri-təbii duruş olduğu üçün fikrinizi cəmləməyə mənfi təsir edir. Və ən xırda şey belə sizi qıcıqlandırır və ya yorur. Gəlin sizinlə öz ruhani təcrübəmi bölüşüm. Nahar fasiləsi zamanı 5 dəqiqə stulda oturub zazen etməyə çalışın. Zazen üçün əsas qamətinizi, nəfəsinizi və zehninizi tənzimləməlisiniz. Əvvəlcə başınızı və onurğa sütununuzu düzəldərək qamətinizi tənzimləyin. Özünüzə yan tərəfdən baxa bilsəniz, onurğanızın S əyrisi yaratdığını görərsiniz. Və başınızdan büzdümünüzə dək düz bir xət çəkə biləcəksiniz. Sonra diqqətinizi nəfəsinizə yönəldin. İş yerindəki stresli şəraitdə dəqiqədə 7 və ya 8 dəfə nəfəs ala bilərsiniz. Diqqətinizi nəfəsinizə yönəltməklə təbii olaraq onu dəqiqədə 3 və ya 4 dəfəyə endirə bilərsiniz. Bu, baş verən kimi zehniniz təbii şəkildə sakitləşəcək. Bu məşq həm beyninizi, həm də ürəyinizi kifayət qədər rahatladacaq. Bunun üçün sadəcə nahar fasiləsi zamanı 5 dəqiqəlik stul zazeni tələb olunur. 23. Əllərinizi birləşdirin. Əsəbi bir zehni sakitləşdirməyin yolu. Qas şonun mənası, sol əl sizi təmsil edir, sağsa başqalarını. Əllərimizi birləşdirib səssizcə kiminsə üçün dua etdiyimiz və ya bir şey haqqında düşündüyümüz zamanlar olur. Təkcə qəbri və ya məbədi ziyarət edərkən deyil, gündəlik həyatınızda da buna vaxt ayırmağı məsləhət görürəm. Qas şo nədir? Sağ əl özünüzdən başqa hər kəsi təmsil edir. Bu, Budda, Tanrı və ya ətrafınızdakı biri ola bilər. Sol əl sizi təmsil edir. Qas şo bu ikisini də bir araya gətirərək bir olmaq deməkdir. Bu jest həmçinin digərlərinə hörməti və barışqanlığı ifadə edir. Əllərimizi birləşdirməklə biz minnətdarlıq hissini vurğulamış oluruq. Münaqişə və mübahisə üçün yer qoymuruq. Əlləriniz birləşdikdə kiməsə hücum edə bilməzsiniz, elə deyilmi? Birləşdirilmiş əllərlə ifadə edilən üzr, qəzəbi və hirsi sakitləşdirir. Qas şounun əhəmiyyəti də bundadır. Evinizdə əllərinizi birləşdirə biləcəyiniz bir yer təyin etmək yaxşı fikirdir. Bunun mehrab və ya ziyarətgah olması lazım deyil. Sadəcə amulet və ya talisman asa biləcəyiniz bir künc və ya sütun ola bilər. Dönüb səssizcə əllərinizi birləşdirə biləcəyiniz bir yer. Bu kiçik təcrübə ruhunuzu təəccüb doğuracaq dərəcədə sakitləşdirəcək. 24. Özünüzlə baş-başa qalmağa vaxt ayırın. Zen tərzində sadə həyata doğru ilk addım. Şəhərdə tərki dünyalığın üstünlükləri. Yaponlar dağda yaşamağı ideallaşdırırlar. Onlar bunu ən gözəl həyat tərzi hesab edirlər və bəzən onu tərki dünyalıq adlandırırlar. Məşhur rahiblər Saigyo və Ryokanın məhz bu cür həyat sürüblər. Quşların səslərini və suyun şırıltısını dinləyərkən oxumaq,
Qədəhinizdə ayın əksini seyr edək də sake içkisindən həzz almaq, vəhşi təbiətlə ünsiyyət, sərbəst düşüncə ilə yaşamaq, hər şeyi olduğu kimi qəbul etmək bacarığı. İdeallaşdırılan həyat tərzi budur. Rahib və şair Kamo no Chomey 13-cü əsrə aid Hojoki əsərində dağda yaşayan zahidin həyat tərzini təsvir edib. Zen buddist rahibləri dağları ruhani təlim üçün ideal hesab edirlər. Əslində dağlarda yaşamaq olduqca çətindir. Buna rəğmən biz zahidlik ruhuna can atırıq. Rahib və məşhur çay mərasimi ustadı Senno Rikyu dağ yaşayışı konsepsiyasını megapolisin səs-küylü müasir həyatına uyğunlaşdıraraq şəhərdə tərki dünyalıq ifadəsini işlətmişdi. Məhz bu model çay evlərinin niyə həmişə əsas binadan bir qədər aralıda yerləşdiyini izah edir. Şəhərdə tərki dünyalıq məfhumunu praktikada tətbiq etməyə çalışın. İnsanlardan uzaqlaşıb özünüzlə baş-başa qala biləcəyiniz bir yer tapın. Təbiətdə əqli azaldığı bərpa edə biləcəyiniz bir yer. Bir neçə saniyəlik təklik irəliyə gedən yolu işıqlandıra bilər. 25. Təbiətlə təmasda olun. Düz əlinizin altında olan xoşbəxtliyi tapın. Beyninizdə miniatür bir bağ yaradın. Bir dəfə televiziya proqramı üçün bir qrup ibtidai sinif şagirdinə dərs vermişdim. Onlara miniatür bağlar yaratmağı təklif etdim. Əvvəlcə şagirdlərə məktəbdə sevdikləri yerləri axtarıb tapmağı və orada ciddi cəhlə zehinlərini boşaltmağı tapşırdım. Sonra hər birindən təbiətdən aldığı təəssüratı miniatür bağçaya köçürməyi xahiş etdim. Təxminən 1,5-2 fut ölçülü qutuda onlar müstəqil şəkildə bağ sala bilərdilər. Ürəklərinin istədiyi yerə çınqıl, ağac budaqları və yarpaqlar yığa bilərdilər həmin qutuya. Mən peşəkar şəkildə bağ dizaynı ilə məşğulam və hətta mənim nöqteyi nəzərimdən uşaqların yaratdığı miniatür bağlar həqiqətən də heyran edici idi. Uşaqlardan biri təsəvvürümdə gölməçəyə axan suyu canlandırırdı. Digəri budaqları maili düzməklə küləyi təsvir etməyə çalışdı. Daha biri səylə kölgə yaratmağa çalışdı. Məktəb və məktəbdən kənar tədbirlər və inkişaf proqramları ilə yüklənmiş bu uşaqlar indi özlərini bütünlüklə miniatür bağları yaratmağa həsr etmişdilər. Onlar təbiətlə əylənərək gözəl vaxt keçirirdilər. Siz də təbiətlə təmasda olmağa çalışın. Yerdə bir daş olduğunu görsəniz, onu götürün və əlinizdə saxlayın. Yolun kənarında açan çiçəkləri görəndə dayanıb onların ətrini içinizə çəkin. Sonra beyninizin içində özünüzə məxsus miniatür bir bağ yaradın. Bu sizi rahatladacaq. 26. Balkonunuzda kiçik bir bağ yaradın. Şuurunuzu məşq etdirmək üçün kiçik bir yer qurun. Harada olursunuzsa olun, zehninizi itiləyə bilərsiniz. Biz rahiblər deyirik, ağacın altında, qayanın üstündə. Siz tək başına qayanın üstündə və ya ağacın altında oturursunuz və sakitcə zazen məşq edirsiniz. Bu sizi təbiətlə ünsiyyətə gətirib çıxarır. Ağlınızdan keçən hər hansı düşüncəni geridə qoyub boş şuurla zazen otura bilərsiniz. Bu zazenlə məşğul olmaq üçün ideal mühitdir. Hətta buddist rahiblər belə bu cür şəraiti qurmaqda çətinlik çəkə bilərlər. Məhz buna görə də zen məbədlərinin əraziləri bağlarla zəngindir. Biz uzaq dağları təsəvvür edə bilirik və zehnimizdə çayın gur səsini eşidirik. Bu kimi geniş mənzərə kiçik bir bağ yaratmağa qədər kiçildilə bilər və təbiətin əzəməti məhdud bir məkanda çoxala bilər. Buddist rahiblərin toplanmış müdrikliyi zen bağları sənətində özünü göstərir. Öz evinizdə belə bir bağ yaratmağa çalışın. Həyətiniz yoxdursa mənzilin balkonu ideal olacaq. Balkonunuz yoxdursa pəncərə altlığı kifayət edəcəkdir. Sizə sadəcə bir neçə kvadrat fut lazım gələcək. Bu məkanda beyninizin landşaftını yaratmağa çalışın. Zehninizin fokuslana biləcəyi bir yer. Daxili aləminizə nəzər sala biləcəyiniz bir yer. Bura sizin sevimli məkanınıza çevrilə bilər. 27. Günəşin batmasını seyr edin. Daha bir günü bitirdiyiniz üçün şükür edin. Günəşin batmasını izləyəcəyiniz yeri tapın. Tokionun mərkəzində Yanaka adlı bir məhəllədə günəşin qürubu pillələri kimi tanınan bir yer var. Bu pilləkən özlüyündə qeyri-adi bir yer deyil, lakin siz axşamüstü orada oturub səmaya baxsanız, günəşin qüruba enməsini, bu əsrarəngiz mənzərəni seyr edə bilərsiniz. Qürub pillələri adının haradan gəldiyini bilmirəm, amma bir anda hamı sadəcə onları belə adlandırmağa başladı.
İndi bir çox insan günəşin batmasını seyr etmək üçün ora gedir. Təsəvvür edin ki, bütün dünyada belə yerlər çoxdur. Yapon kəndlərində, düyü tarlalarının arasındakı cığırlarda günəşin qüruba enməsini görə biləcəyinizə əminəm. Şəhərdə isə bu ecazkar mənzərəni izləmək üçün dama qalxa bilərsiniz. Yanakaya gedib çıxmaq üçün dəridən qabıqdan çıxmağa dəyməz. Şəxsi qürub pillələrini tapmaq elə də çətin deyil. Əsas odur ki, oturub batan günəşi seyr etməyə imkanın olsun. Axşam düşəndə bir anlıq başınızı qaldırıb səmaya baxın. Daha bir günü bitirdiyiniz üçün şükür edin. Bu an ruhunuzu oxşayacaq. 28. Bu günün işini sabaha saxlamayın. Gələcəyinizdən peşman ola bilməzsiniz. Rahibin vəsiyyətindən öyrənin. Yaponiyanın Edo dövrünün sonunda Kyushu adasının qərbindəki Hakata ərazisindəki Sengai adlı məşhur bir rahib və müəllim yaşayırdı. Sengai can verəndə şagirdləri onun vəsiyyətini eşitmək üçün başına toplaşırlar. O, mən ölümlə getməyəcəm deyir, yəni ölmək istəmədiyini dilə gətirir. Əlbəttə ki, heç kəs Zen ustadının belə bir şey deyəcəyini gözləmirdi. Odur ki, şagirdlər çarpayısının yanına yaxınlaşıb son istəyini yenidən soruşurlar. O deyir, hər şeyə rəğmən mən ölümlə getməyəcəm. 11 yaşında Tanrı yolunda başını qırxan, 88 yaşına qədər ömrünü Zen ruhani təliminə həsr edən və aydınlandığı güman edilən məşhur ustad belə dünyaya bağlı olduğunu göstərir bu son istəyi ilə. Hamımız əvvəl-axır öləcəyik. Adəm oğlunun aqibəti budur. Biz bunu bilirik, amma yenə də ölüm qarşısında həyatdan 5-50 yapışırıq. Mən öz sonumla göz-gözə gələndə bacardığım qədər dünyaya az bağlamağa çalışacağam. Həyatımın yaxşı keçdiyini düşünərək bu dünyanı tərk etmək istərdim. Ümid edirəm ki, Zen konsepsiyasını yaşayıram. Yəni, həyat tərzim, həyat anlayışımı tamamlayır və bacardığım şeylərə nail olmaq üçün səy göstərirəm. 29. Yatmazdan əvvəl xoşagəlməz şeylər haqqında düşünməyin. Yatmazdan əvvəl 5 dəqiqəlik yataq zazəni edin. Zehninizi yeniləməyin zamanı gəldi. Hamımızın həyatında xoşagəlməz fikirlərə qapıldığımız və narahat olduğumuz ya da narahatlığımızı aradan qaldıra bilmədiyimiz yuxusuz gecələr olur. Bu, zazen məşq etmək üçün ideal zamandır. Zazenin sakit təcrübəsi beyində əhval-ruhiyyəni stabilləşdirən və depressiyaya qarşı təsirli olduğu sübut edilmiş neyrotransmitter serotonin ifraz edir. Zazen məşqinin dərman qəbul etmədən beyində serotonini artırdığı terapevtik baxımdan sübut olunub. Beyin rahat vəziyyətdə olduqda, qan damarlarınız da tədricən boşalır, qan dövranı yaxşılaşır. İstilik bütün bədəninizə yayılır. Əqli dumanınız seyrəldikdən və vücudunuz isindikdən sonra təbii ki, yuxuya gedəcəksiniz. Yatağa girərkən gün ərzində yaşadığınız hər şeyi geridə buraxın və daha bir günü başa vurduğunuz üçün şükür edin. Səhər oyandığınız zaman özünüzü yenilənmiş hiss edəcəksiniz. Yatmazdan əvvəl 5 dəqiqəlik zazenin faydasının qiymətini bilin. 30. İndi bacardığınızın ən yaxşısını etməyə çalışın. Bu, yaxşı şeylərə səbəb olacaq. Buludların arxasınca getməyin, onları heç vaxt tuta bilməyəcəksiniz. Buludların arxasınca qaçdıqca onların uzaqlaşması haqqında bir hekayə var. Siz qızmar günəş altında çöldəsiniz, tarlada işləyirsiniz. Göy üzü tərtəmizdir və siz bürküyə tab gətirməlisiniz. Sonra başınızı qaldırıb səmaya baxırsınız və uzaqda balaca bir bulud görürsünüz. Ah, mərc gəlirəm ki, o buludun kölgəsində daha sərin olacaq. Ümid edirəm ki, o tezliklə bura çatacaq, deyə öz-özünüzə düşünürsünüz. Və hətta bulud yaxınlaşana qədər işinizə aram vermək niyyətindəsiniz. Ancaq reallıq budur ki, bulud sizi günəşdən qorumaq üçün heç vaxt gəlməyə bilər. Siz isə kölgəni gözləyərkən eləcə də işinizi bitirmədən günü başa vurarsınız. Buludun yaxınlaşmasını gözləməkdənsə, indi edilməli olanı yerinə yetirməyə çalışın. Səylə işləsəniz, nə qədər isti olduğunu unuda bilərsiniz. Sonra siz fərqində olmadan bulud gələcək və özü ilə təravətləndirici bir sərinlik gətirəcək. Mən sadəcə buludlardan deyil, ümumilikdə həyatdan danışıram. Bəxti gətirən birinə həsəd aparmağın mənası yoxdur. Əlinizdəki imkanların azlığından gileylənməyin də heç bir faydası yoxdur. Sadəcə bugün öhdənizə düşəni səylə yerinə yetirin
və bir gün mütləq uğur qazanacaqsınız.